Menopauza dövrü indi əfsuslar olsun çox cavanlaşıb. Ümumiyyətlə də 45 yaşından sonra qadınlarda bizim baxış bucağımız dəyişir onlara. Çünki burada artıq reproduktiv istək, yəni uşaq istəyi qalır bir kənara. Daha çox qadının iki problemi olur. Birincisi, onkoloji diqqət yetirməliyik ki, hardasa başlayan bir onkoloji prosesi vaxtında aşkar eləyək. İkinci məsələ klimaksla bağlı quruluq, cinsi həvəsin azalmağı, depressiyası bu konuda qadına köməklə yardım eləyək. Ona görə bir nömrə bizim yoxlanılası şeylər. Bu pap smeardır, uşaqlıq boyunun xərçəngin profilaktikası. İkinci, ultrasəs vaginal müayinədir. Endometriyan qalınlığında orada olan poliplərdir, varsa mütləq götürülməlidir. Üçüncü də süd vəzləri müayinəsidir. Hardakı bu yaşdan başlayır patoloji bir ocaqlar əmələ gəlir. Bunları eləyiriksə, qadın normaldırsa, keçə bilir ikinci mərhələyə, qadının həyat keyfiyyətinin artırılması. Yəni, cinsəl quruluqdur burada, cinsi həvəssizlikdir və depressiyadır. Bunları müalicə eləyəndə, çünki bunlar hamısı estrogenləri artırır, estrogenlər də onkoloji bir problemə səbəb olur. İki tərəzin iki gözünü eyni saxlamalıyıq ki, qadınlarımız o yaşda da gözəl, cavan və həvəsli olsunlar.